Salam hörmətli izləyicilər, xoş gördük sizləri Latviya kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Tez başa gəlir və az ərzaqlarla olan bir salatdır. Bunun üçün bizə nələr lazımdır? Təbii ki, heç bir salat mayonezsiz olmur. Mayonez, 5 dənə yumurta, 2-3 diş sarımsaq və bir də belə pendir. İndi ilk öncə əziz izləyicilər, belə deyərdim, yumurtalarımızı sürkeçdən keçirdirik. Deməli əziz izləyicilər, bax beləcə yumurtamızı ağlı sarılı sürkeçdən keçirdirik. Beləcə sürkeçdən keçirdirik. Deməli əziz izləyicilər, gördüyünüz kimi yumurtamızı beləcə sürkeçdən keçirdik və üzərinə belə deyək pendirimizi sürkeçdən keçirdirik. Bax beləcə. Beləcə gördüğünüz kimi keşikte sürkeçten keçirdik. Ve üzerine de tabii ki sarımsağımızı beləcə eləyirik, xırda olsun. İçine xüsusi tam verir sarımsaq. Belə. Deməli əziz izləyicilər, gördüğünüz kimi sarımsağı da sürkeçten keçirdik. Üzerine zövqə görə duz əlavə edirik və belə deyərdim, mayonezi töküb salatımızı yaxşıca qarışdıracağıq. Beləcə. İnandırım sizi, həm faydalı bir salatdır, həm də tez başa gəlir. Bunu evdə hər kəs sevə-sevə yiyəcəkdir. Belə. Artıq yumurtalı salatımız hazırdır. Beləcə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Çox dadlı və tez başa gəlir və gözəl də tam olur və faydalıdır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.